qədim Hind fəlsəfəsinə görə insan biliyi əldə etmək üçün 3 mərhələdən keçir. Və yaxud da bilik 3 deməli səviyyədən sonra həqiqi bilik olur. Nədir bu? Hansı səviyyələrdir? Bunların birincisi sanskrit dilində şabda deyilən yoldur. Nədir şabda? Şabda mötəbər mənbədən gələn, səsləndirilən bilikdir. Məsələn, tutaq ki, riyaziyyat kitabında hər hansı bir düstur verilir və yaxud da bir teorem və ya aksiyon verilir. Biz onu olduğu kimi qəbul edirik. Və buna şabda deyirlər sanskritdə. Yəni, mötəbər mənbədən gələn hər hansı bir bilik. Məsələn, tutaq ki, ölüm var həqiqəti. Ölüm var həqiqətini biz mötəbər mənbələrdən eşitirik. Çünki özümüz ölümü hələ dadmamışıq. Amma ölümü dadan və ölüm dadanları görənlərdən gələn bir süzülən həqiqətdir ki, ölüm var. İkinci mərhələ anumana deyilən mərhələdir. Anumana nədir? Anumana insanın məntiqidir. Bizə deyirlər ölüm var. Biz bunu mötəbər bir insandan və ya kitabdan, mənbədən eşitirik. Anumanadan keçirik. Yəni məntiqdən keçirik. Həqiqətən də baxırıq ki, insan bədəndəki proseslər elə gedir ki, bədəni biz əvvəl-axır tərk etməli oluruq. Deməli, məntiqlə də ölüm var. Həqiqət daha da möhkəmləndi. Əvvəl mən bunu kimdən eşitdim, sonra məntiqimin süzgəcindən keçirdim. Gördüm ki, həqiqətən deməli ölüm var. Üçüncü mərhələ nədir? Çox vacib mərhələ pratyakşa, yəni praktikadır. Bir biliyi mötəbər mənbədən alırıq, məntiq süzgəcindən keçirik və praktikada onu dadırıqsa, onda bilik sabit və möhkəm bilik olur. Və əvvəl-axır ölümü dadanda biz həqiqətən biləcəyik ki, doğrudan da ölüm var imiş. Yəni, hər bir həqiqətin 3 mərhələdən keçməyi vacibdir ki, siz o həmin biliyi öz biliyiniz hesab edəsiniz. Bu, biliklərimizlə bağlı. Ümumiyyətlə, biliklər haqqında niyə danışdım? Ötən dəfə biz ruhun varlığından danışanda bir məqama mən toxunmaq istəyirdim. Sadəcə vaxtımız çatmadı. İstəyirəm bugün o məsələyə toxunam. Əgər mən bədən deyiləmsə, ruhamsa, bu duyğunu necə qoruyum? Və yaxud da ki, necə olsun ki, gündəlik həyatımda mən ruhi varlığımı dərk edərək yaşayayım? Qədimlərdə ruhani məktəblər və bugünümüzə gəlib çıxan milli mənəvi dəyərimiz olan İslam məktəbində bunun toxumu, rişeymi və göstəricisi var. Yəni, bir insan mən Allahın bəndəsiyəm deyirsə, bədəni tərk edib öləcəm deyirsə, mənim əsl varlığım ruhdur deyirsə, bunu təsdiq etmək üçün gündəlik ibadətlərə baş əyir, ibadət edir və bunu praktikadan o şəkildə keçirə bilir. Yəni, bir ibadət forması, İslam dinində məsələn götürsək, insanın öz ruhunun xatırlamağı və Allahı xatırlama formasıdır. Çünki sutka ərzində insan, bayaq dediyimiz kimi, gündəlik işlərə uyaraq əzəli ruhi varlığını unuda bilər. Amma İslami praktikaya hamı tabi olmur. Dünyanın deməli, hamısı sırf İslam praktikayla ibadət etmir və heç də ibadət edənlərin hamısı mən ruham anlayışında oturuşmayıb. Bu çox maraqlıdır. Ünsiyyətlərdə, söhbətlərdə, mən pasiyentlərimlə söhbətlərdə bunu görürəm. Məsələn, gündə 5 vaxt 17 rükət vacibat və ya fərz namazını icra edən bir pasiyent gəlir ki, doktor, mənim sarışan qorxularım var, mən qorxuram və yaxud da məndə depressiya var. O halda soruşmaq ehtiyacı yaranır. Onda bəs bu ibadət hansı səviyyədə edirsən ki, sən ibadət eləyə-elə yenə də qorxuların var. Necə olur ki, sən ibadət eləyə-elə yenə yəsə, yəni depressiyaya düşürsən. Demək ki, bu ibadət dərin ibadət deyil. Yəni, bu bir psixoloq kimi yanaşmamdır. Təbii, ibadət sizin, hər bir fərdin, mənim də, sizin də Allah qarşısında borcu kimi icra oluna bilər. Sadəcə bu hərəkət şəklində icra oluna bilər, sözlərin təkrar şəklində icra oluna bilər. Amma mənim arzum budur ki, ibadət edən heç bir insan yəsə, depressiyaya düşməsin, qorxulara uğramasın. Niyə? Çünki bu dediyimiz üçüncü məsələdir. Praktika məsələsidir. Çünki ibadət sənin ruh olduğunu sənin yadına həmişə salmalıdır. Mənim ruh olduğumu mənim yadıma salmalıdır. Əks halda bu ibadət istənilən səviyyədə deyil. Meditasiya insanın öz əzəli varlığına, yəni ruhi varlığına köklənməsinə deyirlər qədimdən. Meditasiya, yəni mərkəzləşmə, təmərküzləşmə anlamındadır. Siz hamınız medi sözündə, medium sözündə orta sözünün olduğunu görürsünüz. Yəni, ortaya girmə, öz varlığının mərkəzinə getmə deməkdir. Belə bir anlayış var, elektroensefalografiya. Yəni, beynindən gələn dalğaları ölçən cihaz və o cihazın verdiyi şəkil. Elektroensefalografiya. Elektro, bilirsiniz, elektrik deməkdir.
Ensefalo, beyin deməkdir. Qrafiya nədir? Beynin elektrikini çəkmək deməkdir. Beyində axı elektrik var, beyində elektrik dalğaları var. Və maraqlıdır ki, elektroensefalografiya mütəxəssisləri bunu bilirlər, azdan çoxdan bilənlər də, dərindən bilənlər də var. Maraqlıdır ki, insan beyninin müxtəlif emosional hallarına görə beyində müxtəlif dalğalar olur. Məsələn, insan qəzəbli olanda beyin dalğasında dalğalarında başqa bir şəkil alınır. İnsan sevinc içində olanda başqa şəkil alınır. İnsan yatanda beyin dalğaları başqa cür olur. İnsan oyaq və sakit olanda isə beyin dalğaları başqa bir tezlikdə olur. Və bu tezliklərin içində çox maraqlı bir tezlik var. 8-14 Hz tezlik var. Tezlik, yəni dalğanın tezliyi. Bu barədə fizikadan kitablarına maraqlana bilərsiniz. Mən bu dərinliyə varmaq istəmirəm. Maraqlı nədir? Bu tezliyə alfa ritm deyirlər. Yəni insan oyaq və sakit olduğu hala alfa dalğa deyirlər. Alfa ritm deyirlər. Yəni elektroensefalografiya mütəxəssisləri. Bu alfa ritm, alfa dalğa insan beyni, bir daha söyləyəcəm, bax, çox vacib məsələdir. Oyaq və sakit olanda ifadə olunur. Özünü ifadə edir o dalğalar. EEG aparatında, elektroensefalografiya aparatında insan oyaq və sakit olduğu halda alfa dalğalar üstünlük təşkil edir. Sadəcə desək. Və niyə bunu vurğulayıram? Yenə qayıdırıq ruh haqqında biliyə. Əgər biz dəyişkən tərəfə yox, sabit tərəfə kökləniriksə, demək ruh əbədidir. Əbədi olan varlıqda heç vaxt narahat olası deyil, deməli o sakit olacaq. Əbədi olan varlıq heç vaxt yatası deyil, deməli oyaq olacaq. Digər tərəfdən də müqəddəs kitablardan da gələn biliklərdən belə çıxır ki, ruh əzəli ilahi varlığın, bütün küllü varlığın sahibinin bir zərrəsidir. Onun palçığa üfürərək canlı varlıqları yaratdığı əzəli zərrəsidir. Demək ki, digər tərəfdən də onun bir tərkib hissəsidir. Belə ki, əgər Allah daim oyaq və sakitdirsə, əzəli varlıq oyaq və sakitdirsə, ruh da öz batini ilə bədəni saymasaq, oyaq və sakit olmalıdır. Alfa dalğa da oyaq və sakit beyin dalğasıdır. Fikirirsiniz, bu demək ruhun dalğası kobud şəkildə deyə bilərik. Yəni, beyində olan alfa dalğalar ruhun əzəli bizə pıçıldadığı dalğalar imiş. Yəni, bir daha söyləyək, məntiqlə gələn qaydaq və yenə Şabda Anumana, yəni həm mötəbər kitablara, mənbələrə qaydaq, həm də məntiqə. Məntiqlə ruh əbədiyyət sahibidir, əbədi varlıqdır. Məntiqlə, yəni müqəddəs kitablardan gələn süzgəcdən sonra məntiqlə əbədi varlıq, əbədi varlığın bir zərrəsidir, əzəli varlığın zərrəsidir. Məntiqlə, əgər əzəli varlıq öz keyfiyyəti ilə oyaq və sakitdirsə, heç bir narahatlığı yoxdursa, onda ruhi zərrədə okeanın bir damlası, okeanın keyfiyyətlərini özündə daşıdığı kimi, bu keyfiyyətlər özündə daşıyır. Yəni, ruh da oyaq və sakitdir. Beyində də oyaq və sakitliyi ifadə edən dalğa demək ki, ruhi dalğadır. Yəni, məntiqlə bunu gəlib çıxmaq olar. Bunu necə yoxlamaq olar? Belə dedim ki, praktikada bunu yoxlamaq olar və bu praktikanı necə əldə etmək lazımdır. Bayaq dedim, tezlik var, xüsusi bir tezlik. Həmin dalğanın tezliyi 8-14 Hz-dir. Və bu dalğanı beynimizə yükləməliyik, belə deyək. Yəni, beyin daimi dalğada olmur. Məsələn, insan qəzəblərini dalğa dəyişir. İnsan bir işığa baxsa dalğa dəyişir beyində. İnsan obrazlar dəyişdikcə beyindəki dalğalar dəyişir. Ona görə də o tezliyə köklənməyin yolu olmalıdır nəsə. Çox maraqlı praktikalar var, mən də onlara gələcəm. 8-14 Hz tezlik işıq dalğasında yoxdur. Yəni, biz görmə funksiyamız o beyinə o dalğanı vermir, çox maraqlıdır. Yəni, biz gözümüzü yummasaq, o tezliyi ala bilmirik. Çünki çox yüksək tezlik var işıq dalğalarında. Ona görə gözü açıq şəkildə biz alfa dalğaya, alfa ritmə köklənə bilmərik. Deməli, nə etməliyik? Gözümüzü yummalıyıq ən azı birinci mərhələdə. Gözümüzü yumandan sonra nə etməliyik? Gözümüzü yumandan sonra görmə funksiyasını biz qarşısını kəsmiş oluruq. Beyni dalğaya kökləmək üçün digər duyğu orqanlarına ehtiyac yaranır. Təbii, taktil duyğu bizə o tezliyi verməyəcək. Qoxu da o tezliyi verməyəcək. Dad duyğusu da o tezliyi almaq biraz çətin olacaq. Ən sadəsi, rahatı eşitmə funksiyası ilə o tezliyi əldə etmək. Çox maraqlıdır. Ana bətnində, ruh bədəndə ikən ilk açılan duyğu orqanı qulaqdır. Yəni, məsələn, 4 aylıq bir döl ana bətnində ananın səsini eşidir, atanın səsini eşidir, o səsləri ayırmağı bacarır, onların doğma və ya yad olduğunu ayırmağı bacarır. Yəni, biz ilk olaraq eşitməyə başlayırıq. Bu da bir hikmət daha fikir verirsiniz. Alfa dalğanı yalnız eşitmə ilə almaq olur. Eyni zamanda da bizim ilk açılan funksiyamız eşitmədir. Və çox maraqlıdır ki, doğulmasaq görmə funksiyamız açılmır. Biz görməni ən sonda əldə edirik. Amma ən birinci eşitməni əldə edirik. Deməli, ilk həqiqəti biz eşitmə ilə duya bilirik. Bu da bir fəlsəfi məntiqdir, bu da bir elmi məntiqdir. Bu da bizim sözümüzə tərslikdir. Yəni, eşitmə funksiyası ilə yalnız biz beynimizi 8-14 Hz dalğaya kökləyə bilərik. İndi həmin o dalğa uzunluğa bağlı maraqlı bir məlumat verim sizə.
Belə bir anlayış var. Bunu da elmə maraqlananlar gedib araşdıra bilərlər. Yer planetinin özünün bir elektrik rezonansı var. Yerin səthindən olan dalğalar, bu xüsusi bir elmi yanaşmadır. Onlara Schumann rezonansı deyirlər. Yerin öz təbii dalğası deyək də buna. Təbiətin dalğası deyək. Təbiətin dalğasına Schumann rezonansı deyirlər və bu rezonansın da tezliyi 814 Hz-dir. Bu da maraqlıdır. Və qayıdırıq yenə eşitmə funksiyamıza. Deməli, biz gözümüzü yumaraq, ümumiyyətlə beynimizi əgər biz istəyiriksə alfa ritmə kökləyək, gözümüzü yumub xüsusi səsləri dinləməli və ya səsi çıxartmalıyıq. Həmin səslərə alfa ritm deyirlər. Yəni o səs beyində daha doğrusu beyində alfa ritm yaradan səslərdir. Həmin vibrasiyadır. Yəni əgər sutkanın içində biz bir çox uzun müddət, yəni bir neçə saat ərzində olsun, kimə nə qədər ehtiyac var təbii, alfa ritmə köklənə bilsək, ruhi bilikdə sutkanı var olmuş olarıq. Ruhi bilikdə var olmaq təbii nədən bizi uzaq tutacaq? Qorxudan, həyəcandan, depressiyadan və digər emosional rahatsızlıqlardan bizi uzaq tutacaq. Daim ruhu dalğada olmaq nə verəcək bizə? Bədənin ağrı və acılarına səbirli yanaşmaq imkanı verəcək, insanlara daim sakit və rahat, sevgilə, mərhəmətlə yanaşmaq imkanı verəcək. Görün, ruhi dalğada olmaq nə qədər vacibdir. Yəni, sizin də sağlamlığınız üçün vacibdir. Digər ətrafınızdakı insanlara harmonik münasibətlər üçün də ruhi dalğada olmaq vacibdir. Ona görə də bu alfa ritmlə bərk tutmaq və bu məntiqi duymaq, əldə etmək məncə vacibdir. Yəni, burada sual yanar. Bəs ən sadə şəkildə bunu necə icra eləyək? Mən bu təklif edəcəm sizə. Maraqlıdır ki, mən bayaq Schumann rezonansını elə belə çəkmədim adını. Təbiətin səsləri elə Schumann rezonansını ifadə edir. Məsələn, bir bulağın şırıltısı, bir dənizin sakit havada təbii, sakit dalğaları və yaxud da yağışın, çisələyən yağışın səsi, hətta pəncərəni döyəşləsə belə, meşədə orta əsən küləyin yarpaqları xışıldatması. Bütün bunlar təbiətin səsləridir və doğrudan da 814 Hz-i ifadə edən, yəni çox yüksək olmayan tezlikdə olan və sakitlik, doğmalıq verən səslərdir. Alfa ritmə köklənməyin ən sadə variantı gözünüzü yumaraq, təbii dik və rahat oturaraq, uzanmaq da mümkündür, amma oturmaq niyə görə lazımdır? Mən bunu sonradan izah edəcəm sizə, yeri gələrsə, vacib olarsa. Amma rahat şəkildə, relaksasiya olmuş vəziyyətdə gözünüzü yumaraq təbiəti dinləmək, təbiət səslərini dinləmək, bu alfa ritmə köklənmək deməkdir ki, insan sakit və oyaq olma imkanı əldə edir. Narahatlıqdan uzaq olmaq imkanı əldə edir. Amma digər tərəfdən axı təbiətin səsləri də maddi dünyadan gələn səslərdir. Ona görə qədimdən bəri bu xüsusi metodlar işlənib hazırlanıbdır. Məsələn, onlardan biri də belə deyək, buddistlərin meditasiyasıdır və belə deyək, buddistlərdən qabaqda hinduistlərin meditasiya formasıdır. Sonra ayrı bir dini yol sayılan sinklərin meditasiya formasıdır. Bu da Allahı ifadə etdiyi, söylədikləri və ilahi dünyanı ifadə etdiklərini söylədikləri om vibrasiyasıdır. Və sadəcə 3 hərfdən ibarətdir. A, U və M və burada həmin alfa dalğa ilə belə bir ifadə ilə, yəni bunu mən dinləmək, eşitmək vacib deyil. Siz bunu internetdə hər yerə tapa bilərsiniz. Om meditasiya və om vibrasiyaya köklənməklə buddist monahlar özlərini daim oyaq və sakit dalğaya kökləyərlərmiş. Yəni öz ruhlarından, bədəndən süzülən səsi dinləyərlərmiş. Belə deyək ki, bir var təbiət dinləyəsən, bir də var həmin səs dalğası üzərində özünün içindən gələn səsə köklənəsən. Sadəcə M hərfini uzatmaqla da bunu əldə etmək olur. Gözü yumaraq, daxilinizdən gələn iniltini ifadə etməklə belə bir ilk başdan gülməlidir bəzilərinə görünə bilən o səs vibrasiyasını ifadə etməklə biz alfa ritmə köklənə bilərik. Məsələn, sadə formatını sizə təqdim edəcəm. Yenə rahat oturmaq şərti ilə, səsi zorla çıxartmamaq şərti ilə, burundan rahat nəfəs almaq şərti ilə və hər dəfə səs ifadə edəndə nəfəs bitənə qədər ifadə etmək şərti ilə təkrar edə bilərsiniz. Gözümüzü təbii yummaq, bərk yummamaq şərti ilə yumuruq, yummaq şərti ilə yenə də və başlayırıq həmin o vibrasiyanı ifadə etməyə, səs dalğasını. Ağız yumulu olduğu üçün bu M hərfini xatırladacaq, amma bu M hərfi deyil, bu sizin daxilinizdən gələn alfa vibrasiyadır. Fikir verin və imkan varsa təkrar etməyə çalışın. Bir də tənəffüs bitənə qədər. Sonra burundan yenə nəfəs alıb bunu bir neçə dəqiqə təkrar eləmək olar. Bir dəfə bunu cəhd eləyin hər biriniz. Görəcəksiniz, sanki yatdınız və yuxudan ayıldınız. Çox maraqlıdır. Çünki praktikadan keçirəndə insan o oyaq və sakit halı özündə hiss eləyir.
Sanki yatmışam, yuxudan ayılmışam. Sanki bu rusca biz perezagruska deyərik. Hə, kompüteri sanki söndürüb yandırmış kimi yenidən aktiv beyin funksiyaları işə düşməyə başlayır. Bu buddist təfəkküründə olan məsələdir. Amma bizim özümüzün də dəyərlərimiz var axı. Bu dəyərlərimizin ən başlıcası da bizim Qurani Kərimdir. Və çox maraqlıdır. Quran oxunan deməkdir və Quran özü avazla oxunmalıdır. Bu barədə bəlkə düşünmüsünüz ya yox. Niyə Quran avazla oxunsun axı deyə düşünə bilərik. Orada sözlərin mənasını anlayaq, rahat şəkildə oxuyaq. Məsələn, Elhamdülillahi Rabbil Ələmin də deyə bilərik. Amma Elhamdülillahi Rabbil Ələmin bir avazla ona qoşa bilərik. Hansı daha üstündür? Fikir verin. Bayaqdan biz alfa dalğadan danışdıq və izah elədik ki, alfa ritm oyaq və sakit ritmdir və o ritmin bir nümunəsini göstərdik. Maraqlıdır ki, Quran avazı əgər heç bir emosiya qatılmırsa, sakit şəkildə oxunursa, özlüyündə alfa ritm effekti verir. Bunu ya özünüz gözünüzü yumub oxusanız və yaxud da gözünüzü yumaraq yaxşı qarilərdən, üstün qarilərdən, emosiyasız oxuyan, Quran avazını oxuyan, emosiyasız, sakit oxuyan qarilərdən, Quran oxuyanlardan dinləsəniz. Yəni bunun siz səs yazılarını dinləyə bilərsiniz, yəni internetdən dinləyə bilərsiniz və yaxud da ən yaxşısı yenə də özünüzün ifadə etməyinizdir. Buradan yenə bayaqki ibadət forması anlayışına gələk. Əgər həqiqətən də ibadətiniz vaxtı Quranı öz avazınızla rahat şəkildə alfa ritm üzərində köhləyib oxuya bilsəniz, gözü yumulu şəkildə ifadə edə bilsəniz bəzən, və yaxud da heç ibadətdən kənar, adi halda düz oturaraq Quran ayələrini, hamımızın geniş tanıdığımız sadə surələri, qısa, ilk başdan sadə, daha doğrusu qısa surələri avazla oxuya bilsək və heç hər şeyi bir kənara qoyub Allahın adlarını avazla təkrar edə bilsək, bu özlüyündə alfa ritmi beynimizdə yaradacaq və beynimizi alfa ritmə kökləyəcək. Həm Allah adı çəkmiş olacaq, həm də ruhi dalğaya kökləmiş olacaq. Məsələn, Allah adları içində bayaq belə bir vibrasiya, M hərfindən köklənmiş vibrasiya təqdim elədim. Allah adları içində o vibrasiya bizi kökləyən ən sadə yanaşma Rahim adının avazla təkrarlanmasıdır. Yəni gözümüzü yumaraq hər nəfəs almandan sonra bir nəfəs vermə demək çərçivəsində alfa ritmlə Rahim təkrarlaya bilsək, bunun təkrarları beynimizi alfa ritmə kökləyəcək. Həm də mənəvi dəyərimizin içində olmuş olacaq. Yəni, praktik olaraq meditasiya anlayışına bu cür yanaşa bilərik. Deməli, beynimizi alfa dalğaya kökləmək. Bugün internet məkanında çoxlu meditasiya formaları təklif olunur. Gözünüzü yumun, nəfəsinizə qulaq asın deyə. Bilirsiniz, tənəffüsə qulaq asmaq, tənəffüsü dinləmək həqiqətən də buddist meditasiyasının başlanğıcıdır. Amma mən sizə buddist meditasiyası təklif etmək istəmirəm və istəmirəm ki, siz meditasiya deyəndə ancaq dini zəminə köklənmiş olasınız. Xeyr, meditasiya, bir daha söyləyəcəm. Niyə mən dindən misal gətirdim, o ayrı məsələdir. Amma meditasiya dini zəminə köklənmək deyil, ruhumuza köklənməkdir. Əzəli varlığımıza köklənməkdir. Bunun da sadə texniki yolunu bilərək sizə təqdim etdim. Texniki yol nədir? Beynimizi alfa ritmə, alfa dalğaya kökləmək. Hər biriniz də təbii fərdi ünsiyyətdə kimsə bu videonu dinləsə, fərdi şəkildə bunu daha dərinə öyrənmək istəsə, təqdim etməyə hazırıq. Bunun üçün bizimlə ünsiyyətlə bağlı kanallarla maraqlanmaq lazımdır. Amma belə ümumi biliklər verməyə, ümumi təsəvvür yaratmağa çalışdım. Və bir də söyləyim, vurğulayım. Niyə ruhi dalğaya köklənməyimiz vacibdir? Çünki ruh oyaq və sakitdir. Ruh daim həzz içindədir. Ruh daimidir. Ruh bilik içindədir. Biz ruha köklənəndə, öz əzəli varlığımıza köklənəndə bizdə depressiya olmayacaq. İntihara meyil olmayacaq. Gənclərdə, xüsusilə uşaqlarda 5 yaşında meditasiya kökləyə bilsək, meditasiya öyrədə bilsək, bizdə həyəcanlar olmayacaq, bizdə sarışan hallar sindrom olmayacaq. Biz kimdənsə inciməməyi öyrənəcəyik. Bu dünyada paltar geyinib rol oynadığımızı dərk eləyəcək, bədən paltarı geyinib. İnsan aktyor əgər roluna tam ürəklə yanaşırsa, özünü roldan çıxarda bilmirsə, o aktyorun taleyi biraz mürəkkəb olar təbii ki. Amma rolda olduğunu hiss edən aktyor, rolu nə qədər gözəl və yüksək oynasa da, heç vaxt ürəyinin yağını o rola verməyəcək və həyatını o rola görə korlamayacaq. Çünki rolda səni güllələyib öldürə bilərlər, amma reallıqda sən aktyorsan və o səhnədən nə vaxtsa düşəcəksən. Demək ki, ruhi dalğaya köklənmək insanın bədən paltarı geyinib rol oynadığının təsəvvürünü onda yaradır. Bu da nəhayətdə bizi psixoemosional gərginlikdən, müxtəlif növ nevroz dediyimiz hallardan və bədən xəstəliklərindən qorumuş olur. Digər tərəfdən də istənilən xəstəlik halından
daha tez çıxmaq imkanı yaradır. Yəni bir həkim və psixoterapevt kimi alfa dalğa anlayışını sizə təbliğ etməyin əsas məqsədi, mənası budur.